Səhər tezdən Laçından belə bir mənzərə. Gecə sabaha kimi yağış yağıb. Çox sakit. Çox gözəl mənzərə. Abdallar kəndində və belə bir kotejlər. Beş ildən sonra nəsib oldu, buna da şükür. Elhamdülillah. On iki kotejin 8'i bizim. Bize bak. Dumanın gelişi. Narın yağış yağır. Sabahın seyri olsun. Sabah narın yağışda belə bir rolik çəkmək nəsib oldu nəhayət. Akşam burada oturmuşduq. Maraqlı söhbətlər edirdik. Oo, havuzu da var imiş. Biz bunu akşam görməmişik. Ama soğuk olar isə. Soğuk mu? Menfidir. Ne soğuk? Ne güzel. Görüyorsun bizim ders yoksa Ermeniler çıkıyor. Onu soruşar. Ama təzə tikili. Bunu demirəm, o diyor. Onları. O evlere bak. Mən bilən hamısı onlardan qalandı İbrahim. Evlerdi bak hamısı. Ha, burada çox şey dəyişməyiblər. Daha bir set gasının mizat kızının bak senin yedi. Ha, aşağıda da kotejlər var ya. Yəni çünki bilsən Bak bir set kayına bak hamısı yeni tip. Yeni tipte bak yıkarlaşına bak. Hamısı yeni tip. həm də ki məsələn fərqli bir şey yoxdur görsən, yəni Ama meraklı değilsin ya. Evlere bak. Çok bir şey yok. Bir aşağıda, biri yukarıda. Orada bak. Tepelerde, aşağıda, yukarıda. Böyle şeydi. Yukarıda, aşağıda, yukarıda, aşağıda evler. həm fərqli nətər ab-hava var. Günəş bateriyasından evlər. Məsələn mənə fərqli gəldi. Amma hər birində işıq yanır, gecələr yəqin ki, yaşayış var. Yolun işıqlandırılması, təmiz havası nə edirsən deyər. Sarayda çok yok abi. Hara? Sarayda. Hə dedi də, axşam dünənlər dedi orada işıq yanan yer onların ərazisidir, düşmən ərazisi. Abdallar kafe. Belə bir mənzərədə dincəlmək özü çox gözəl istirahət. Öyle Ermenistan'da.
O tərəf? Hə, onda o tərəfdə onda. Kəlbəzər, hə. Bu tərəf, sola tərəf Qubatlı idi. Dünən yolda elə göstərir. Dağlara bak, görsənir elə. Bu hündür dağlara bak. Hə, Hinal da, Murov da o tərəfdə olmalıdır. Oradan o tərəfə Kəlbəzər, Daşkəsən. Deyirəm, bu qədər bəs eləyər. 5 dəqiqəlik video. Çəkmək məndən, montaj əməkdaşlardan. Hələlik sağ olun. Növbəti Qarabağ görüşlərinə qədər. Belə bir Laçın sabahından salamlayıram.